düzünə sağa nişanın təsis altında sağa dönəcək. Gəl, elə dön ki, velosiped zona girməyəsən. Aha, bax, əlaca. Düşdün öz yolunu, əlini üzət. Bura Texnik Universitetin yanıdır. Biraz sağa doğru götür, davam elə. Bax, xəbərdarlıq nişan qoysan, üstüzə haşiyə alınmış. Bildirki, qabaqda piyada keçid olacaq, nizamlanmayan piyada keçid olacaq. Bax, bu kimi dayanmış solda maşınlardan ikinci orta dayanmış maşın, ehtiyatlı ol. Onlar ki, kimsə qaplansa düşər qəflədən. Həmişə diqqətli ol. Davam elə, lazım olsa siqnal ver ki, qaplansa düşməsinlər. Normalda ikinci orta dayanma durmaq qadağandır. Birinci orta bir dəqiqə dayanma durmağınızı verilir. Şimdi bizim birinci zolağımız, yəni zolaqlar sağdan sola hesablanır. Birinci zolağımız velosiped zolağıdır. Kənar zolaq parklanma yeri. Diqqət edirsən. Və hal-hazırda 2 zolaq var gediş üzrə. Solun yanında heç bir zolaq sola. İnsanlar dayanmağa, durmağa yer tapamıyor. Bax, mesela parklanma yeri doldur. Bax, universitetə gəlib düşmək istəyir. Adam düşmək istəyir, taksi məsəl üçün. Harada düşürsün? Çətinlik çəkirlər. Bax, biz qarşıdan sola gedəcəyik. Diqqətlə sağdan nişan düzünə sağa çəkilibdir. Amma bu yol ayrıcında nişan qüvvədən düşür. Necə qüvvədən düşür? Yolda diqqət eləyərsən, solda ayrıcı zolaq var. Bax, TikTok səhifəmdə lap başda bunu bəlkitmişəm. Bu videonu, bu qaydanı izah eləmişəm geniş şəkildə. İstəsən vaxtın olsa baxarsın səhifəmdə. İkinci kəsmində o nişan qüvvədən düşür. O ikinci kəsməni əmələ gətirən yerdəki ayrıcı zolaqdır. Yerdən hündür qalxmış, daşdan ibarət ayrıcı zolaq var. O birinci kəsişməyə kimi nişanın tələbin qüvvədə saxlayır. Amma ikinci kəsmində nişan qüvvədən düşür. Bax, bu qəzətləmiş lan yanında dayanıb burada. Sağın yanında cəld keç, cəld keç, cəld keç, cəld keç. Qardaşım. Yanında sonuna keç. Biraz operativ olmaq lazımdır. Olsun da, qırmızı. Sən operativ ol, vaxtını keçməlisin. Bax, arxadan sağdan maşınlar gəlir, görürsən? Sən cəhdlik tərəf eləyə bilməsən, bax, oradan gəlir səni vura bilərlər. Ya dayanıb gözləməlisən, bir-bir hamı gəlsin, keçsin. Amma şəraitin var da cəhd keçməyə. Bu zaman sən keçə bilərsən. Bax, buranı deyirəm. Diqqətdən qulaq as. Bax, nişana diqqət elə. Düzünə sağa nişanı. Burada isə bax, yerdə ayrıcı zolaq var. Bax, o ayrıcı zolaqdan səkiyə kimi bir hərəkət hissəsi var. Ayrıcı zolaqdan bizə doğru olan səkiyə kimi bir hərəkət hissəsi var. Yolda o hissədə iki hərəkət hissəsi var. Amma bizim dayandığımız yerdə 8-dən səkiyə bir hərəkət hissəsi var. Yolda görsən ayrıcı zolaq yoxdur, xətt var. Və yolda neçə hərəkət hissəsi varsa bir o qədər kəsişmə var.